1 iyun Uşaqların Müdafiəsi günü Bakıda və Abşeronda hava yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 19-22, gündüz 28-33 dərəcə isti, atmosfer təzyiqi 760 mm civə sütun olacaq. Naxçıvanda da sabah yağıntı gözlənilmir. Arabir zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu 29-32 dərəcə isti olacaq. Azərbaycan əksər rayonlarında da iyunun 1-də yağıntı ehtimalı yoxdur, lakin gündüz bəzi dağlıq ərazilərdə az yağış yağacaq, şimşək çaxacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 16-21, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.